Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu qısa videorolikdə mən sizə tərəf sözü ilə bağlı bir məsələni izah eləmək istəyirəm. Müşahidə edirəm ki, şagirdlər bəzən testlərdə tərəf sözünün isim və yaxud qoşma kimi biri-birindən fərqini müəyyən etməkdə çətinlik çəkirlər. Əslində sadə bir məsələdir. Çox kiçik bir detal var da, necə deyirlər. Ona baxsanız, ona diqqət eləsəniz, heç bir probleminiz qalmayacaq. Bəli, qeyd edeyim ki, baxın, tərəf sözü dilimizdə həm isim kimi işlənir, həm də qoşma kimi işlənir. Biz nə etməliyik? Tərəf sözündən əvvəl gələn sözə baxmalıyıq. Tərəf sözündən öncə gələn, əvvəl gələn söz yönlük haldadırsa, deməli. Bax, bu tərəf sözü yönlük hala qoşulmuş qoşmadır. Bu arada bilirsiniz ki, yönlük halın şəkilçisi A şəkilçisidir. Qrammatik A-Ə şəkilçisidir. Məsələn, bax, nümunədə vermişəm çaya tərəf. Göz istiqamət mənası var. Biz çaya tərəf getdik. Dənizə tərəf. Biz dənizə tərəf getdik. Burada çay sözü isimin yönlük halındadır. Çay çaya. Dəniz dənizə. Deməli, tərəf nə olacaq? Qoşma olacaq. Tərəf sözünə yönlük hal şəkilçisi qoşulubsa, bax, tərəfə yönlük qoşullar. Burada çaşqınlıq yaradır şagirdlərdə. Tərəf sözünə, tərəfin özünə, yəni A-Ə, Ya-Yə şəkilçisi, yönlük hal şəkilçisi qoşulubsa, deməli, tərəf artıq nədir? İsimdir. Məsələn, dəniz tərəfə. Tərəflər müxtəlif ola bilər. Tərəf müəyyən bir sahədir də deyək. Otağın tərəfləri ola bilər və yaxud müəyyən bir ərazinin tərəfləri ola bilər. Dəniz tərəfə, çay tərəfə deyiriksə, burada bilin ki, tərəf sözü nə kimi işlənib? İsim kimi işlənib. Aydındırmı? Bax, nümunədə də biz bunu görürük. İndi iki dənə də aşağıda cümlə nümunəsi vermişəm. Kolumb qərbə tərəf üzdü. Qərbə tərəf. Burada qərb sözü özü yönlük haldadır. Deməli, buna qoşulan tərəf sözü qoşmadır və nə mənası yaradıb? Təbii ki, istiqamət. Aydındırmı? İstiqamət mənası yaradıb. Kolumb qərb tərəfə üzdü cümləsində isə tərəf sözü nədir? İsimdir. Çünki tərəfin özünə yönlük hal qoşulub. Tərəfdən öncə gələn sözə yönlük hal şəkilçisi qoşulmamışdır. Belə məqamlar testlərdə qarşınıza çox çıxır, tez-tez çıxır, imtahanlarda xüsusən olur. Ona görə diqqətli olmaq lazımdır. Ümid edirəm ki, bu videodan sonra belə bir probleminiz olmayacaq. Dinlədiyinizə görə sağ olun.